2 fevral 2026-cı ildə Masallı rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Aslan Həyat kompleksində 2 fevral Azərbaycan Gəncləri Günü münasibətilə Heydər Əliyev ideyaları ilə başlayan 30 illik İnkişaf Yolu adlı forum keçirildi. Forumdan öncə tədbir iştirakçıları Masallı şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini və Qəhrəmanlar Parkı Şəhidlər Abidə kompleksini ziyarət edərək ümummilli lider və şəhidlərimizə ehtiramlarını bildirərək tər gül dəstələri qoymuş və ruhlarına dualar etmişlər. Heydər Əliyev ideyaları ilə başlayan 30 illik İnkişaf Yolu adlı forum Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan edildi. Tədbirin davamında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2 fevral Azərbaycan Gəncləri Günü ilə əlaqədar və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tədbirlərin haqqında video çarxı nümayiş olundu. Sonra Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov giriş nitqi ilə çıxış edərək bildirib ki, bugün biz müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi həyatında xüsusi yer tutan, gəncliyimizin birliyini və gücünü ifadə edən əlamətdar bir günü, 2 fevral Azərbaycan Gəncləri Gününü böyük qürur hissi ilə qeyd edirik. Eyni zamanda bu il ölkəmizdə gənclər hərəkatının formalaşmasında mühüm mərhələ olmuş 1-ci Azərbaycan Gənclər Forumunun keçirilməsindən 30 il ötür. Bugün fəxrlə deyə bilərik ki, şəhidlərimiz məhz o ideyalarla böyümüş, o ruhda tərbiyə olunmuş Azərbaycan gəncləridir. Gənclər Forumunun əsasını qoyduğu vətənpərvərlik, milli şuur və dövlətə sədaqət xətti illər sonra döyüş meydanında öz ən ali təcəssümünü tapdı. Azərbaycan gəncliyi vətən uğrunda canından keçməklə tarix yazdı. Xüsusilə Vətən müharibəsi dövründə gənclərimizin göstərdiyi qəhrəmanlıq sübut etdi ki, 30 il əvvəl atılan addımlar, qəbul edilən qərarlar, formalaşdırılan gənclər siyasəti hədər getməmişdir. Şəhidlərimiz müstəqil Azərbaycanın azadlığını, suverenliyini və ərazi bütövlüyünü qoruyaraq gənclər siyasətinin mənəvi zirvəsini müəyyən etdilər. Onların hər biri bu 30 illik yolun ən şərəfli səhifəsidir. Daha sonra çıxış edən Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Fövqəladə Hallar Akademiyasının 3-cü kurs kursantı Ruslan Cəbiyev geniş məlumat verərək bildirdilər ki, 2 fevral gününün 2 fevral Azərbaycan Gəncləri Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. 1994-cü ilin 26 iyununda Dövlət Gənclər Siyasətini icra edən Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Bugünkü Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğını dərin ehtiram hissi ilə xatırlayır. Sonda Masallı rayonunun ictimai-siyasi həyatında fəal iştiraki və təhsil, mədəniyyət və səhiyyə sahəsindəki xidmətlərinə İcra Hakimiyyəti başçısının 30 yanvar 2026-cı il tarixli sərəncamı ilə təltif olunmuş bir qrup fəal gəncə rayon rəhbəri Araz Əhmədov tərəfindən fəxri fərman, həmçinin Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova tərəfindən fəxri fərman təqdim edilmiş, xatirə şəkilləri çəkilmişdir.